İrana məxsus Şahid 136 dronu Naxçıvan hava limanını vurub. Bəs burada belə bir sual yaranıb. İran Azərbaycanı vurdumu? Əziz dostlar, sosial media platformalarında yayılan video görüntülərə diqqətlə baxanda Şahid 136 dronunun Naxçıvan hava limanını vurduğunu gördük. Lakin vəziyyət heç də düşünülən kimi deyil. 3 gün əvvəl İngiltərə mətbuatında yayılan məlumatlara əsasən İsrail xüsusi kəşfiyyat orqanları Ərəbistan torpaqlarında terror törətməyə cəhd göstərərkən ərəb kəşfiyyatçıları tərəfindən tutulub. Onlar İranlı əskərlərin geyimlərindən istifadə edərək ərəb torpaqlarında terror törədib bu terror hadisəsini İranın üstünə yıxmağa çalışmaqcaqdılar. Hətta bu barədə Amerika mətbuatında da detallı məlumat yayılmışdı. Eyni senari Türkiyə və Azərbaycan üzərində də oynanılır. İsrail savaşı daha geniş coğrafiyaya yaymaq üçün Azərbaycan və Türkiyəni İranla müharibəyə hazırlaşdırır. Hətta Bakı, Gəncə, Cənub, hər yer Mossadın hədəfidir və İrandan qalxan müəyyən raketlər, dronlar Azərbaycanı vura bilər. Bəs necə ola bilər ki, İranlı əskərlər Azərbaycanı vursun? Əziz dostlar, İranın içərisində minlərlə Mossad agentləri var və bunu yaxın əməliyyatlarda biz müşahidə etmişik.